tapılması. Sualınız varsa eşidirəm sizi. Deyin. Xeyr, mən buradayım. İndi baxın. Benim var, Bəli. benim var idi 24. saat kuşağın tapılmasını izleydi müəllimə. 24-cü saat baxın deyim mən. Onu deyim. 24-cü saat qurşağıdır. 0, bir də 24-cü saat qurşağı. Bunun orta meridianı Greenwich'dir. Yəni 0-dır. Gəl baxaq. 20 mənə deyir ki, 24-cü saat qurşağının kənar meridianlarını tap. Deməli, bunun orta meridianı 0-dırsa, bir dəfə üzərinə 7.5 gəlirəm. Edir 7,5 dərəcəlik şərq uzunluğu. Bir dəfə də 7,5 çıxıram. Bu da gəlir çıxır. Bir dəqiqə buranı silim, yaxşı görünsün. Bu da hara gəlir? Gəlir çıxır 7,5 dərəcə qərb uzunluğuna. Deməli yoldaşlar 0 və 24-cü saat qurşağının orta meridianı 0 dərəcəlik meridiandır. 0 dərəcəlik meridianımızın adı Greenwich meridianı, başlanğıc meridianımızdır. Bunun kənar meridianları isə 7,5 dərəcəlik şərq uzunluğu ilə 7,5 dərəcəlik qərb uzunluğudur. Baxın, mən bayaq sizə belə bir şey dedim. Dedim ki, 0, 12 və 24-cü saat qurşaqlarımız 4 yarım kürənin hamısında yerləşir. 4-ündə də yerləşir. Baxın, indi bunun burada əyani sübutu. 0-24-cü saat qurşağının bir hissəsi gəldi, şərq yarım kürəsinə düşdü. Bir hissəsi gəldi, qərb yarım kürəsinə düşdü. Bir hissəsi ekvatordan yuxarıdadır, şimalda. Bir hissəsi ekvatordan aşağıdadır, cənubda. Şimalda, cənubda 2, şərqdə, qərbdə 3 və 4. Deməli 0-24, bir də 12-ci saat qurşağımız neçə yarım kürədə yerləşdi? 4 yarım kürədə. Digər saat qurşaqlarımız amma 3 yarım kürədə yerləşdi və biz burada 0 və 24-cü saat qurşağının orta meridianın Greenwich meridianı olduğu bildik. Bəs yaxşı. Dedik ki 12-ci saat qurşağının orta meridianı hansıdır? 12-ci saat qurşağının orta meridianı 180 dərəcəlik meridiandır. 12-ci saat qurşağının orta meridianı. Necə tapırıq bunu? Çox bəsit. 12-ni vururam 15-ə eləyir 180 dərəcə. 180 dərəcəlik meridian nə şərqdir, nə qərb. Təl ortada yerləşir. Həmçinin Greenwich'də. Nə şərq sayılmır, nə qərb. İndi mən bunun kənar meridianlarını tapıram. 180 dərəcənin bir dəfə üzərinə 7,5, daha doğrusu bir dəfə 7,5 çıxıram, eləyir 172,5 dərəcə qərb uzunluğu. Bir dəfə də yenə çıxıram bu səfər. Bu dəfə də eləyir 172,5 dərəcə şərq uzunluğu. Baxın, 180 dərəcəlik meridianın kənar meridianları 172,5 qərb uzunluğu ilə 172,5 dərəcəlik şərq uzunluğudur yoldaşlar. Çünki 180 dərəcəlik meridiandan mən şərqə doğru getdikcə qərb olur. O keçən səfər bunu demişdim, tam əksisidir. 180 dərəcənin şərqi qərbdir, qərbi də şərq. Belə təsəvvür edin, belə başa düşün. Ona görə də 180 dərəcəlik meridian 12-ci saat qurşağının orta meridianı olur. 12-ci saat qurşağının kənar meridianları 172,5 dərəcəlik qərb uzunluğu ilə 172,5 dərəcəlik şərq uzunluğu olar. Başqa bir misala baxaq. Məsəl üçün 15-ci saat qurşağının orta və kənar meridianların təkrar tapaq. Deməli, mən demişdim ki, 13-23 arasıdırsa, birinci növbədə mənim işim nə olmalıdır? Mənə verilən saat qurşağını 24-dən çıxmaq. 24 çıxılsın 15, edər 9. Aldığım cavabı vururam 15-ə, olur orta meridian. Deməli, 9 15-ə vuranda nə eləyir? 90. 9 15-ə yox, 135 dərəcə eləyir. Və yoldaşlar, 15-ci saat qurşağı hansı yarım kürədə yerləşir?
qərb yarımkürəsində yerləşir. Ona görə 135 dərəcəlik qərb uzunluğu yazıram. Mən bura yazıram 15-ci saat qurşağı. 15-ci saat qurşağının orta meridian oldu 135 dərəcəlik qərb uzunluğu. Yaxşı, bəs bunun kənar meridianlarını biz necə tapırıq? Baxın, yenə də 135 qərb uzunluğunun üzərinə bir dəfə 7,5 gəlirəm. Bir dəfə də 7,5 çıxıram. 135 dərəcəlik qərb uzunluğu bura olur. 135 üstə gəlinsin 7,5 142,5 qərb uzunluğu. Bir dəfə də çıxıram ondan. 135 qərb uzunluğundan 7,5 çıxıram. Eləyir 127,5 qərb uzunluğu. Yoldaşlar, baxın. 127,5 qərb uzunluğu ilə 142,5 dərəcə qərb uzunluğu 15-ci saat qurşağının kənar meridianlarıdır. Bəs orta meridian nədir? 135 dərəcəlik qərb uzunluğudur. İndi mən burada, görün burada kim var? Səadət buradadır. Səadət, sən mənə məsəl üçün bir dənə meridian yazıram bura. Daha doğrusu üzr istəyirəm. Saat qurşağı yazıram. 20-ci saat qurşağının orta və kənar meridianlarını tap. Orta və kənar meridianlarını tap. Səsim gəlir yoldaşlar, yoxsa? Bəli. Bəli, müəllim, gəlin. Aha. Necə taparıq 20-ci saat qurşağının orta meridianı? Orta meridianı 20-ni bölərik 15-ə. Yox. Yox, 15-ə yox. Vurarıq 15-ə. Mən deyim On- müəllim. Mən 24-ü çıxarırıq birinci. Bəli. 14-dən 20-yə bəli. Sonra 15-ə vurarıq. çıxarıq. 60. Baxın, əgər bizə verilən saat qurşağı 13, 23 arasıdırsa, 13-dən 23-ə qədər nə rəqəm varsa, ilk növbədə bizim birinci addımımız nə olurdu? Bizə verilən saat qurşağını 24-dən çıxmaq olurdu. Mən də baxıram ki, 20-ci saat qurşağı 13 ilə 23-ün arasındadır. Bəli, arasındadır. Deməli, birinci işim 24-dən çıxıram. Qalır 4. Aldığım cavabı vururam 15-ə. Edir 60. 60 dərəcə qərb uzunluğu. Bu oldu Orta meridian, Orta kənar meridian. meridianı neydi? yazıram 60. 60 dərəcə qərb uzunluğu orta meridian. 20-ci saat qurşağının. Bəs yaxşı, kənar meridianlarını tapmaq üçün nə edirdik? Bir dəfə üzərinə 7,5 gələcəm. Bir dəfə 7,5 çıxacam. Yəni 67,5 dərəcə qərb uzunluğu, 52,5 dərəcə qərb uzunluğu arasında yerləşəcək kənar meridianlar. Davam edək. Bu oldu bizim orta və kənar meridianımızın tapılmağı. Sözünüz, sualınız varsa eşidirəm. Xeyr. Aha, tamam. Bir dənə silim. Sıfır, 12 və 24-cü saat qurşaqları neçə yarımkürədə yerləşdi? 4 yarımkürədə. Bəli, 4 yarımkürədə yerləşdi. Digər bütün saat qurşaqları isə neçə yarımkürədə yerləşir? 3 yarımkürədə yerləşir. Bu 3 dənədən başqa. Bu 3 dənə 0, 12, 24, 4 yarımkürədə yerləşir. Yoldaşlar, gəldik qayda 3-ə. Yerli və qurşaq vaxt anlayışına. Qayda 3-də biz nəyə baxacağıq? Yerli və qurşaq vaxtı nədir? Yadımıza salaq. Yerli vaxt eyni meridian üzərində olan vaxtı dedik. Qurşaq vaxtı isə 1 saat qurşağı daxilində yerləşən bütün uzunluqlara aid edilir. 15 dərəcəyə tam bölünən ədədlərdə yerli və qurşaq vaxtı üst-üstə düşür. Gəlin birinci növbədə biz burada yerli və qurşaq vaxtı anlayışını tapaq. Məsəl üçün, mən bura yazıram 30 dərəcəlik şərq uzunluğu, fərqi yoxdur. Bura 2 dənə nöqtə qeyd edirəm. A nöqtəsi,
və B nöqtəsi. Yoldaşlar, bu A və B nöqtəsi üzərində yerli vaxt eynidir. Çünki eyni meridian üzərində. Bəs qurşaq vaxtı nədir? Qurşaq vaxtı 30 dərəcə şərq uzunluğu ikinci saat qurşağı daxilindədir. İkinci saat qurşağının kənar meridianlarını da tapsaq, 37,5 şərq uzunluğu ilə 22,5 şərq uzunluğu arasında. Baxın, bu aralıqda 22 ilə 37-nin arasında neçə dərəcə varsa hamısı ikinci saat qurşağındadır. Bax, burada ikinci saat qurşağıdır, burada ikinci saat qurşağıdır. Tutalım ki, 23 dərəcə də şərq uzunluğu ikinci saat qurşağıdır. 35 dərəcə şərq uzunluğu da ikinci saat qurşağıdır, yoldaşlar. Tapa bilərik də, baxın, 23-ü bölərəm 15-ə, düşər 1, qalığımız qalar neçə? 8. 8 7,5-dən böyük olduğuna görə 1 üstə gələk 1, edər 2. 35-i bölərəm 15-ə, düşər 2, qalıq qalar 5. 5 7,5-dən kiçik olduğuna görə elə cavab özü. Bax, bu da 2, bu da 2. Görürsünüz? Bax, bu ərazidə yerləşən nə varsa hamısı ikinci saat qurşağıdır. Buna deyilir qurşaq vaxtı. Eyni meridian üzərində olandan buna deyirlər yerli vaxt. Yoldaşlar, din testini işləyəndə qabağınıza belə bir testlər çıxacaq ki, yerli və qurşaq vaxtı eyni olan məntəqələri seçin. Çox rahat. Əgər orada verilən məntəqələr 15-ə tam bölünürsə, baxın, 15, 30, 60, 45, 90, 105, sonra 120, 135, 150, 165, 180. Baxın, bunlarda yerli və qurşaq vaxtı üst-üstə düşür, eynidir. Oldu mu? Bax, bu şeyi yadımızda saxlayaq. 15-ə tam bölünən ədədlərdə yerli və qurşaq vaxtları üst-üstə düşər. İndi gəlin, birinci növbədə biz yerli vaxt necə tapılır, ona baxaq, yoldaşlar. Məsəl üçün, bizə 2 dənə məntəqə verib, 20 dərəcəlik şərq uzunluğu ilə 50 dərəcəlik şərq uzunluğu arasında yerli vaxtı tapın. Bunlar arasındakı yerli vaxt fərqini bizdən tapmağı soruşur. Gəlin, necə eləyirəm mən bunu? İlk növbədə baxıram ki, hər iki məntəqə eyni yarımkürədədir. Ona görə mən verilən uzunluqları bir-birindən çıxıram. Eyni olanda çıxırıq. 50 çıxılsın 20, 50 dərəcə çıxılsın 20 dərəcə bərabərdir 30 dərəcə. Yoldaşlar, bayaq sizə bir şey dedim. Dedim ki, yerli vaxt dəqiqəsinə qədər tapdığımız vaxt. Deməli, yerli vaxt dəqiqəsinə qədər tapılır. Bax, bunu yadınızda saxlayın. Qurşaq vaxtında yalnız saat tapılır. Amma yerli vaxt istəyirsə sizdən, saatın yanında dəqiqəsini də hesablamalısınız. Sümüyünə qədər yeməlisiniz onu. İndi baxın, 20 ilə 50 arasında 30 dərəcə fərq oldu. Mən bilirəm ki, yer kürəsi 1 dərəcəni 4 dəqiqə vaxt ərzində fırlanırsa, bəs onda 30 dərəcəni neçə dəqiqə ərzində fırlanar? Buradan tənasüblə x-i tapsaq, təbii ki, x bərabərdir 30 vurulsun 4. X bərabərdir 120 dəqiqə. 120 dəqiqəmizi saata çevirə bilərik də. Neçə saatdır 120 dəqiqə? 2 saat. Saat. Deməli, 20 şərq uzunluğu ilə 50 dərəcəlik şərq uzunluğu arasında 120 dəqiqə fərq var. Yaxud 2 saat fərq var. Müəllim, başa düşmədim. Tamam, bir də. Tamam. Bir dəqiqə silim. Çox sağ olun. Bir dəqiqə tələsməyin. İndi sizə belə bir şey çəkirəm. Deməli, ümumiyyətlə çəkməmişdən qabaq bizdən vaxt fərqini iki formada istəyə bilər. Bir yerli vaxt kimi istəyə bilər, bir də qurşaq vaxtı kimi. Yerli vaxt istəsə biz onu dəqiqəsinə qədər tapırıq. Qurşaq vaxtını istəsə amma sadəcə saatını hesablayırıq, dəqiqəsini atırıq gedir.
Bizə 2 dənə məntəqə verib. Birinci məntəqəmiz 20 dərəcə şərq uzunluğunda yerləşir. O biri məntəqəmizdə 50 dərəcəlik şərq uzunluğunda yerləşir. Məndən soruşur ki, tap görüm bu A və B məntəqələr arasında neçə dəqiqə yerli vaxt var? Yerli. Mən bunu tapmaq üçün ilk növbədə mənə verilən uzunluqlara baxıram. Görüm bu uzunluqlar hansı yarımkürədə yerləşir? Baxıram ki, hər iki uzunluğum şərq yarımkürəsində yerləşir. Əgər mənə verilən uzunluqlar eyni olarsa, biz bunları bir-birindən çıxırıq. Bax, eyni olanda çıxın, böyükdən kiçiyə. Ona görə mən 50 dərəcəlik uzunluqdan 20 dərəcəlik uzunluğu çıxıram. 50-dən 20-si çıxanda qalır 30 dərəcə. Demək, bu A və B məntəqələri arasında 30 dərəcə fərq var. Baxın, bir dərəcəmiz yoldaşlar 4 dəqiqədir. Baxın, bir dərəcəmiz 4 dəqiqədir. Bəs onda 30 dərəcəmiz neçə dəqiqədir? Nətər taparıq bunu? Tənasüb qurarıq da, düzdür? Bəli. Ha, bir də deyirəm. Bir dərəcəmiz 4 dəqiqədirsə, 30 dərəcəmiz neçə dəqiqədir? Tənasüb qursam düz gələr də. Bəli. Baxın, belə bir tənasüb qururam. Sonra tənasübü çarpaz şəkildə vurub açıram. 1x, yəni x bərabərdir. 4 vurulsun 30. X bərabərdir. 4-ü çevirirəm 12, yanına bir dənə 0 qoyuram. 120 dəqiqə. 120 dəqiqəni də məndən saat kimi soruşsa 2 saat. Təkrar deyin, başa düşdünüz buranı, yoxsa? Başa düşdük mən. Çox sağ olun. Ha, bunu onsuz ikinci variantında var. Onunla da gedəcəyik. Hələ burada 3 dənə misal yazmışam. Hər üçünü həll eləyəcəyik. Başa düşəsiniz. Qorxulu bir şey yoxdur. Çətin bir şey yoxdur. Rahatdır. Digər yoldaşlar, başa düşmürsünüzsə deyin ha. Keçib getməyək yalanla. Bax, bunu baxdıq, buna baxdıq. İndi baxıram buna. Deyir ki, yenə 18 dərəcə şərq uzunluğu verib mənə. Bir də yoldaşlar 45 dərəcəlik şərq uzunluğu verib. 45 dərəcə şərq uzunluğu. Mənə deyir ki, bunlar arasında yerli vaxt fərqini tap. Tap deyir, tapaq da. Ağa deyir, sürdəriyə. Bunlar arasındakı birinci mən nə etməliyəm? Bir dərəcə fərqini tapmalıyam ki, görüm bunlar arasında nə qədər fərq var. Baxıram ki, hər ikisi hansı yarımkürədədir? Şərq. Yəni eyni yarımkürədədir. Bayaq da dedim ki, əgər məntəqələrimiz eyni yarımkürədə olarsa, böyük rəqəmdən kiçik rəqəmi çıxaq. 45-dən çıxıram 18-i yoldaşlar. Qalır 27 dərəcə. Deməli, bu məntəqələr arasında 27 dərəcə fərq var. Mən bayaq da dedim ki, bir dərəcəmiz 4 dəqiqədir. Yaxşı, 27 dərəcəmiz neçə dəqiqədir? X dəqiqə. Bilmirəm axı dəqiq. Buradan yenə x-i tapanda 4-ü vururam 27-yə, eləyir 108 dəqiqə. 108 dəqiqə məndən saat və dəqiqə kimi istəsə, bunun 60 dəqiqəsini verərək olar 1 saat, yerdə qalar 48 dəqiqə. 1 saat 48 dəqiqə. Tamam mən. Başa düşdünüz? Bəli. Ay, digər burada olan gözəl insanlar, niyə səsiniz gəlmir? Çox sağ olun. Hoşdur. Başa düşdüm mən. Əla. Bunun üçüncüsü var. İndi ona baxaq. Bax, bayaqdan asan idi də. Elə indi biraz işimizi gəl çətinləşdirək də. Asan iş bizə yaramır axı. Tamam mən. 10 dərəcəlik qərb uzunluğu ilə 22 dərəcəlik şərq uzunluğu arasında yerli vaxt fərqini tapmağımızı istəyir bizdən. Mən baxıram ki, mənim məntəqələrim fərqlidir. Fərqli olan kimi tez ağlıma vururam ki, mən bunları Toplayırıq. bəli toplamalıyam. Eyni olanda çıxıramsa, fərqli olanda da toplayım.
Hı. 22 oradan 10 da buradan edir 32 dərəcə. Bax, təkrar deyirəm. Mənə deyir ki, 10 dərəcəlik qərb uzunluğu ilə 22 dərəcəlik şərq uzunluğu arasında yerli vaxt nə qədərdir? Məntəqəmizin biri qərbdə, biri şərqdə olduğuna görə topladım. Elədi 32 dərəcə. Mən yenə baxıram ki, mənim 1 dərəcəm 4 dəqiqə idi. Yaxşı, 32 dərəcəm neçə dəqiqədir? X dəqiqə. Yoxdur. Buradan mən X-i tapanda X eləyir 28. 128 dəqiqə. Yoldaşlar, bunu saat və dəqiqə kimi istəsə, 128-in 120-si eləyir 2 Yəni. saat, qalır yerdə 8 dəqiqə. Belə də verə bilər, belə də verə bilər. Keyfiniz nətər istəyirsə, o şəkildə də yazırsınız. Bura qədər başa düşmədiyiniz bir şey varsa, bir də üzümü tuturam sizə, Azərbaycan xalqına. Deyirəm ki, sualınızı verin. Mən başa düşdüm. Yəni, məsələn, situasiya olsam 28 dəqiqə yazıb qoysam bəsdir. Necə? Yəni, situasiya kimi düşsə də bu saat 128 dəqiqə yazıb qoysam bəsdir. Yoxsa elə ayrı saatı, dəqiqə belə. Valla o baxır indi o sualı tərtib edən adamın ağlına. Hı. Dəqiqə kimi də verə bilər, saat kimi də verə bilər, nə bilim. Baxır da olan o an, o moment başı nətər istəyirsə şəkildə də yazacaq. Məncə ikisini də yazaq ki, 128 dəqiqə, 2 saat, Ay 50 yoldaşlar, dəqiqə. baxın, onsuz elə sən 128 dəqiqəni tapandan sonra onu saat və dəqiqəyə çevirməyə nə var ki? Çətin bir şey yoxdur axı məncə orada. Bəli. 60 dəqiqəmiz 1 saatdır. 60 dəqiqəmiz 1 saatdır. Tamam. Tutdu getdi. Bəli. Keçək, davam eləyək. Davam eləyək, davam eləyək. Yorulduz. Amma eybi yoxdur. Bəli. Yoldaşlar, bayaq mən hesabladığım nə idi? Yerli vaxt idi. Yerli vaxt. Yerli vaxt dəqiqəsinə qədər hesabladığımız vaxtı bir də deyirəm. Təkrar deyirəm. Amma indi mənə bu səfər sualda qurşaq vaxtını soruşur. Baxın, birinci sualın gəlin qurşaq vaxtını tapaq. Deyir ki, 50 dərəcəlik şərq uzunluğu ilə 90 dərəcəlik yaza bilsək. 90 dərəcəlik şərq uzunluğu arasında qurşaq vaxt fərqini tapın. Qurşaq vaxt fərqini soruşur bizdən. Mən bu səfər qurşaq vaxtını soruşanda nə edirəm? Ayrı-ayrılıqda mənə verilən uzunluqları 15-ə bölürəm. Baxın, bu da şərq uzunluğudur, bu da. Tez 50-ni bölürəm 15-ə. Düşər 3. Olar 45. Qalıq qalar 5. Qalıq 7.5-dən kiçik olduğuna görə heç nə eləmirəm. Bu oldu 3-cü saat qurşağı. Bir dənə də 90-ı bölürəm 15-ə. 90-ı 15-ə böləndə 15, bu 15-dir, belə yaza bilmədiyim 15-dir. Düşür 6, edir 90, qalıq qalır 0. Belə avtomatik 6-cı saat qurşağı. Biri 6-cı saat qurşağı, biri də 3. 6 çıxılsın 3 bərabərdir 3 saat. Yaza bilmədim bunu. Başa düşdünüz? Bəli. Demək, qurşaq vaxtın bizdən soruşanda bizə verilən məntəqələri ayrı-ayrılıqda 15-ə bölün. Elə bayaq dediyimiz qaydadır da. Əgər qalıq falan 7.5-dən böyük olarsa üzərinə 1 gəlin, kiçik olarsa heç nə eləməyin. O heç o bayaq dedik. Və yaxud da qərb uzunluğudsa 24-dən çıxır. İndi bax, ona aid misal yazmışam burada. İndi ona baxacağıq. Qoy bir dənə buranı bir gözəl təmizləyək. Buranı yaxşıca təmizləyək. İndi də yenə məndən qurşaq vaxtını soruşur. Amma bu dəfə verilən məntəqələrimiz biri qərb uzunluğudur, biri şərq uzunluğu. Aha, gəlin görək. Mənə deyir ki, 42 dərəcəlik
qərb uzunluğu ilə 17 dərəcəlik şərq uzunluğu arasındakı saat qurşaq fərqini və yaxud da ki, qurşaq fərqini tap, hesabla. Mən eyni qaydanı yenə edirəm. Mənə verilən məntəqələri ayrı-ayrılıqda bölməliyəm. Birinci növbədə 42 dərəcəlik qərb uzunluğu. 42 böl 15. 42-ni 15-ə böləndə düşür 2 dəfə. Edir 30. Qalıq qalır 12. Yoldaşlar 12 7,5-dən böyükdür. Düzdürmü? Ona görə aldığım cavabın üzərinə 1 əlavə edirəm. Edir 3 və baxıram ki, mənə verilən uzunluq qərb uzunluğudur. Ona görə aldığım cavabı neçədən çıxıram? 24-dən. 24 çıxılsın 3 edər. Burasına yaxşı fikir verin. Edir 21. Bu oldu 21-ci saat qurşağı. 17 dərəcəlik şərq uzunluğunu da bölürəm 15-ə. Düşür 1, 15. Qalıq qalır 2. Qalıq 7,5-dən kiçik olduğuna görə heç nə əlavə eləmirəm. Şərq uzunluğunda olduğuna görə 24-dən çıxmıram. Elə birinci saat qurşağı. İndi burada kiçik bir xırdalıq var. Ona fikir verməliyik. Bircə dəqiqə. Onu harda yazaq? Burada yazaq. Bura mən belə bir şey çəkirəm. Bax bura. Deməli 0. Bura 24-cü saat qurşağıdır. Bura 23-cü saat qurşağıdır. Bura 22-ci saat qurşağıdır. Burada 21-ci saat qurşağıdır. Burada 0, 0. 0 ilə 24 eynidir. Burada 1-ci saat qurşağıdır. İndi mənə deyir ki, bu məntəqələr arasında neçə saat vaxt fərqi var və yaxud da neçə saat qurşaq vaxtı var? Mən bir 21-ci saat qurşaq almışam. 1-də 1. Hesablaya bilməsəm, bax, belə bir şey çəkin özünüzə. 21 ilə, baxın, 1 arasında neçə saat var? 1, 2, 3, 4 saat. Deməli, 42 dərəcəlik qərb uzunluğu ilə 17 dərəcəlik şərq uzunluğu arasında 4 saat vaxt fərqi var. Bir də bunu təkrar deyirəm. Bura qədər qaydamız eynidir də. 42 dərəcəlik qərb uzunluğunu, yoldaşlar, mən böldüm 15-ə. 15-ə. Düşür 2 dəfə. 15-i vururam 2-yə, düşür 30. 42-dən 30-u çıxıram, olur 12. Qalıq 12-dir. 12 7,5-dən böyükdür. Düzdürmü? Bəli. Bir dəqiqə, mən bunu buradan ötər oxuyayım. Belə. Yeddən 5-dən böyükdür. Ona görə 2-nin üzərinə 1 əlavə edirəm. Olur 3 və qərb uzunluğu olduğuna görə aldığım məntəqəni 24-dən çıxıram. Edir 21. Mənə lazımdır 21-ci saat qurşağı və 1-ci saat qurşağı. 21-ci saat qurşağı ilə bura qədər 24 ilə 21-in arasında nə qədər vaxt fərqi var? 3 saat. Yəni, baxın, buradan bura qədər 3, buradan bura qədər də 1 saat var. 3 o da 1. Ümumilikdə neçə saat vaxt fərqi var? 4 saat vaxt fərqi oldu. Baxın, 21-ci saat qurşağı ilə, bax, məsəl üçün də hesabladınız. Aldınız, məsəl üçün, 16-cı saat qurşağı ilə 2-ci saat qurşağı arasında nə qədər vaxt fərqi var? Necə taparsınız onu? 16 ilə 24-ün arasında nə qədər var? 8. Oradan o tərəfə də neçə dedim? Neçən saat qurşağı demişdim? 3-cü, məsəl üçün. Hə.
16 ilə 3-cü saat qurşağı arasında nə qədər vaxt fərqi var? Sizdən belə cavab aldınız. Tutalım ki, hesabladınız, ölçdünüz, biçdiniz, aldınız ki, birinci saat qurşağımız 16-dır, o biri 3-dür. Bu məsafəni hesablayamırsın, neçə saat var? 16 ilə 24-ün arasındakı fərqi tapırıq. Birinci eləyir 8 saat. Elə 3-ün də özünü götürürük buradan. Edir 11 saat. Deməli 16 ilə 3-cü saat qurşağı arasında 11 saat vaxt fərqi var. Bax belə tapın. Asan yolu budur. Ha, tamam mən. Şərq tərəfdəkinin elə özünü götürürsünüz. Qərb tərəfindəki 24 ilə arasındakı məsafəni tapıb toplayırsınız. Tamam mən. Vaxt fərqinin hesablanması bizim 4-cü qaydamızdır. Vaxt fərqi nədir? Bax, qayda 4. Məsələlərdə görəsiniz, saat verir, nə bilim, vaxt verir ki, hesabla görək. Bu məsafədə, bu aralarda nə qədər vaxt fərqi var. Tutaq ki, belə bir misal verir bizə. Deyir ki, 30 dərəcə şərq uzunluğu 30 dərəcəli şərq uzunluğunda saat 12-dir. 12:00. 60 dərəcəlik 60 dərəcəlik şərq uzunluğunda saat neçə olar? Bizdən bunu soruşur. Mən nə bilim ki, 60 dərəcə şərq uzunluğunda saat neçədir? Onu tapmalıyam. İlk növbədə mən yenə də verilən uzunluqlar arasındakı fərqi tapıram. Eyni yarımkürə olanda nə edirdik? Çıxırdıq. Çıxırdı. 60 dərəcə çıxılsın 30 dərəcə. Edir 30. 30 dərəcə fərq var bunlar arasında. 30 dərəcə fərq neçə saat deməkdir? Mən bunu tapmaqdan ötürü yenə də qayıdıram bayaqki məsələyə. 30 dərəcəmiz neçə saatdır, neçə dəqiqədir? Necə taparam? Yazaram ki, 4-ə vurduq. bəli, 4-ə vururuq. Ay sağ ol, dərəcəni 4-ə vururuq. 1 dərəcəmiz 4 dəqiqədir, 4 dəqiqə. Bəs yaxşı. 30 dərəcəmiz neçə dəqiqədir? X dəqiqə. Mən buradan X-i taparam. 30-u vuraram 4-ə, 3 dənə 4-ün 12, 120 dəqiqə alaram. 120 dəqiqəni də çevirərəm saata, alaram 2 saat. Baxın, mən 30 dərəcədən 60 dərəcəyə doğru üzü qərbə getmişəm, yoxsa şərqə? Şərqə getmişəm. 30 şərqə. Şərqə. Yəni sağ əlimiz tərəf həmişə şərq olur. Mən şərqə doğru getdikcə bayaqki cümləyə təkrar qayıdıram. Saatımız irəli gedir, qabağa gedir. Ona görə 12 saatımızın üzərinə aldığım saatı gəlirəm. Yəni 2 saat gəlirəm. Burada olur saat 10. 2-nin üzərinə gələndə 14:00. İndi başqasını deyirəm. Mənə deyir ki, 20 dərəcəlik şərq uzunluğunda saat 10:00-dır. Bəs tapın görək. 40 dərəcəlik şərq uzunluğunda saat neçədir? Yenə mən nə edirəm? Mən yenə də bunlar arasında birinci dərəcə fərqini tapıram. Hər iki məntəqəmiz eyni yarımkürədə olduğuna görə 40 çıxılsın. Da bunu təkrar demirəm. 20 bərabərdir 20 dərəcə. Dərəcəni dəqiqəyə çevirməkdən ötürü 4-ə vururam. Edir 80 dəqiqə. 80 dəqiqəmizi saata çevirəndə eləyir 1 saat 20 dəqiqə. 10:00-dan şərqə doğru getdiyimə görə saat qabağa gedəcək, irəli gedəcək. 1 saat
20 dəqiqə. 10:00-nun üstünə 1 saat 20 dəqiqə gələndə eləyir 11, 20. Tam 20'nin 20 şərq uzunluğunun 10'un olduğunu necə tapdıq? Onu özü deyir, şərtdə deyir, heç nə, elə belə. Mən yazmışam Hə, onu. Nə bilim, hə, ağlıma gəldi. hə, tamam. 11'in verməlidir da. Heç birin verməsə biz nə bilək orada saat neçədir. Hə, tamam mən də. Mütləq ki orada bizə bir bəs yapışmağa ip verməlidir. Axı onun ucundan yapışaq quyudan çıxıq, yoxsa qalarıq quyunun dibində. Tamam mən. Sonra başqa birini deyək. Bir dənə buranı silək. Hı. Sonuncunu da deyək. Belə verə bilər də yoldaşlar bizə. Demək, verər ki 60 dərəcəlik şərq uzunluğunda saat 11:00-dır. 11:00-dır. Bizə bir dənə də uzunluq verib, amma bilmirik buranın uzunluğu neçədir. Deyir ki, bu uzunluqda saat 16:00-dır. Tapın görün, bu 16:00 neçə dərəcəli uzunluqda yerləşir. Bu səfər saatları verib uzunluğu soruşur. Mən həmişə baxıram ki, bu 60 dərəcə şərq uzunluğundan istifadə edə bilmərəm də, bu x-dir. Deməli, bunu qoyuram qırağa. Baxıram aşağıda mən 2 dənə verilən var. Deməli, bunlardan istifadə eləməliyəm. 16:00 ilə 11:00 arasında baxıram ki, 5 saat vaxt fərqi var. 5 Bəli. saat. Mən 5 saatı çevirməliyəm dəqiqəyə. Saatı dəqiqəyə çevirməkdən ötürü nə etməliyəm? Baxın, saatı dəqiqəyə və yaxud da ki, elə saata çevirməkdən ötürü yoldaşlar 60-a vurub 4-ə bölərik. Ha, 60-a vurarıq 4-ə bölərik. Amma və yaxud da uzun sözün qısası 60-a vurub 4-ə bölmək elə 15-ə vurmaq deməkdir. Yəni mən saatdan dərəcəyə keçirəmsə, mənə verilən saatı 15-ə vura bilərəm. Mən 5-i vururam 15-ə, edir 75 dərəcə. 75 dərəcə. Deməli, burada 60 dərəcə şərq uzunluğu idi. Mən 60 dərəcə şərq uzunluğundan 75 dərəcədə gəlirəm şərqə. 60-ın üzərinə 75 gəlirəm. Edir 135. Deməli, sən demə. 135 dərəcəlik şərq uzunluğunda 16:00 imiş. Baxın, biz saatdan dərəcəyə keçməkdən ötürü 15-ə vurun. Alırsınız dərəcəni.